Tarix yalnız böyük hadisələrlə deyil, onu formalaşdıran insanlarla yazılır. Belə insanlardan biri Səkinə Rızalıdır. Naxçıvan Muxtar Respublika Dövlət Arxivində Səkinə Rızalı haqqında çoxlu sənədlər mühafizə olunur. Bibim ilk deyir o çadrasını atan qadınlardan olub. Doğrudan da Azərbaycanın və xüsusən Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında çox böyük rol oynayan bir qadın olmuşdur. O bir tərəfdən müəllimə idi, tarixçi idi, müəllimliyi də böyük şərəflə daşıyırdı. Nəvələrinin savadı ilə maraqlanardı ki, biz oxuyaq, gələcəkdə nəsə həyatımızda düzgün yol tutaq. Mən ondan örnək götürmüşəm, həmişə yaxşı işinə görə. Səkinə Rızalı Naxçıvanda ictimai təminat sisteminin formalaşması və inkişafında mühüm rol oynamışdı.